Salamlar dostlar, necəsiniz? Mən Hüseyin və bugün sizlərlə kanalımın ilk videosunda Cəsur yanımızdadır və Kahraman Adasıdayıq. Bu bizim Kahraman Adası serimizi Cəsurla ikimizin və mən oyuna sonradan katılmışam deyə bu Cəsurun evidir. Bu isə əşyalar falandır və bizim belə havalı karakterlərimiz var. Nəysə bunları qoyaq yerinə. Bunu qoymaq olur? Yox. Ya dostlar, gördüyünüz kimi bununla belə dəqiqə yansa yerində buna bir dənə vursam böyle pençe ilə falan vura bilirik. İndi isə biz də ilk öncə artıq ağac qıraraq oyuna başlayaq və beləcə sürətli bir şəkildə qasa da bilirik. Hər nəysə artıq ağac qıraraq artıq oyunumuza başlayaq. Hop. Nə qarır bu? Nə qarırsa. Aralıb. Hər nəysə. Və artıq Cəsur oyunun 7-ci günündədir. Və dostlar, Kahraman Adası serisinin davamının gəlməsini istəyirsinizsə yorumlara yazarsınız. Və crafting table'ımız da edəcək indi. Crafting table'ımız da edək bir dənə. Bunu da koyduk bura. Və gördüyünüz kimi canımız normal canın 2 katıdır. Gördüyünüz kimi. İlk öncə çubuq da edək artıq. Çubuq da etdik. Kazma ilə çatmır. Taxta. Bir dənə də kazma etdik. Və gedib 3 dənə daş qazaq. Və sonra taxta kazmaya elvida deyək. Amma ilk öncə taşlar gedənə qədər beləsinə bir yol kimi bir şey düzəldir özümüzə. Və dostlar, hansı modların gəlməyini istəyirsinizsə yorumlara yazarsınız. Gətirə bilsə əgər o modlarda dünyaya gətirib elə oynayarıq. Yenə daşlara çata bilmədik. Şükür çatdıq artıq. İlk 3 daşımızı qazaq. Və bu qədər. Artıq ilk 3 daşımızı qazdığımıza görə artıq daşdan bir kazma edib taxta kazmaya elvida deyə bilərik. Amma ilk öncə bunları belə qırağa, yəni envanterimizə. İndi isə gedib daş yığaq, daş yığaq. Bu qədər daş bizə bəs edər. Və biraz da kömür yığaq. Çünki kömür yakıt olarak yaxşı bir şeydir. Çox gec yanıb bitir. Buradakı bütün kömürlərin hamısını yığaq. Get də nə istəyirsən məndən. Və dostlar, mən bu pəncələrlə bir mobu ya bir vuruşa ya da 2 vuruşa öldürə bilirəm. Çünki bayaq, Cəsur mənə dəmir verib. Hələ deyirəm bu bayaqdan mən nə vermək istəyir. Hər nəysə 4 dənə dəmir verib. Və onunla özümüzə qalkan və bir kazma edəcəyik. Amma ilk öncə çubuq edək. İlk öncə qalkanımızı da etdik. Gördüyünüz kimi bakır əşyalar da var, mızraq falan da var. Və artıq taxtalarımızı da edək. Baxaq görək. Edə bilirikmi kalkan. Kalkan hardadır? Burada. Nə qədər taxtamız çatmır bir dənə. O bir dənəni də qıraq. Qırdıq və sonra kalkanımızı da düzəldib bir madən axtarışına gedərik. Ya da Cəsurdan soruşaq, əgər madən yeri bilirsə bizə də deyər və gedib o madəndən biz də kasnarıq.
Dostlar, videonun başında dediyim kimi, mən oyuna sonradan qatıldığım üçün biraz mən Cəsurdan geriyəm yəni. Kalkanımızı da etdik artıq. Gördüğünüz kimi kalkanımız üzerimizdedir. Bu da bizim karakterimizdir. Və bunları ataq bura. Yox. İlk öncə bir balta edib biraz ağac qazmalıyıq. Cəsurdan o sırada soruşaq ki, bir maden yeri bilirsə əgər bizi desin. Bunu götürdük. Ama telefonda biraz donmalar falan olur. Üzülü sayın. İleri. Bu artıq çəsa getdi. Və biz bu ağacı ilə qazsaq bizə bəs edəcək. Çünki gecə görüşümüz olduğu üçün bizə çox da ağac ehtiyacımız olmur. Gərək olmur çox da ağac bizə. Və bu üç kütüyü də qıraq, artıq bəsdir. Sonra isə gedib maden axtaraq. Bunu götürdük və indi isə sıra maden axtarmaqdadır. Gəldim dostlar və belə bir maden tapdıq. Böyük bir maden. Bura bərəkətli bir madenə oxşayır. Amma burada bir creeper var. Həmişə sənə səç atmaq istəmişəm. Gördüğünüz kimi creeper atacaktık. Dostlar, bizim kazmamız niye gitti öz-özünə? Ne olur oyna? Oyna ne olur bilmirəm. Dediğim kimi telefonum biraz zayıf, ona göre telefon öz-özünə qəribə şeyler edir. Ama inşallah gələcək bölümdə bunlar olmayacaq. 10 dənə dəmir qazdıq artıq. Bunları isə ataq bura. Atdıq. Və orada da zombi var. Zombiyə də tək atarıq birazdan. Hə. 17 dənə oldu dəmirimiz. Dediyim kimi burası bərəkətli bir madəndir deyəsən. Hər yerdə dəmirlər var. Gəlin. Sizin əlinizə bir toxunuşun bəs edəcək. Gördüyünüz kimi hərəsində bir toxunuşun bəs edəcək. Orada isə dəmirlər var, onları da götürək. Dostlar, bir dəfə demişdim, yenə deyirəm. Gələcək videoda hansı modu istəyirsinizsə yazın yorumlara. Əgər edə bilsək o modla çəkərik gələcək videomuzu da. Dəmirləri də qazdıq və altını da gedib götürək, amma ilk öncə dəmiri götürək. Hop. Altımızı da götürdük. Bunları da götürək. Amma elmas tapsaq əgər çox yaxşı olar, çünki buradan obsidiyansiz çıxmaq istəmirəm. Obsidiyan da qazmaq üçün elmas qazma lazımdır. O
o demirlərə ehtiyacımız yoxdur çox da. Bunları tak bura. Bununla bunu. Böyle. Aşağıda ne var? Zadı. Bir dakika. Bunu sessizce gelip tek atabilir aslında. Gördüm hani. Bir dakika. Bizim kalkanımız önümüzdeymiş. Bana bulaşmayacağıydım. Yine gelin. Senden yoram zadı. Zadı da böyle gitti. Zadıdan neler düştü? Yine düşübsə. Gəlin, hərimizi tək atacağım. Hamımıza tək atacağım. Bu mobun olmaq çox yaxşı oldu. Çünki moblarla rahat savaşa bilirik. Rahatca mobların hamısına tək ata bilirik. Bas sokakdır. Ona göre biraz da yukarıya gedək. Videonun başında dediğim kimi burunla qaçmağı basan kimi resmen Ferrari'ye dönüşür. Hop. Altın gereğimiz yoktu. Gerek yokmuzdu. Böyle gedək ve diğer tərəfinə, yəni o bir tərəfinə də gedək, biraz göz gəzdirək. Hoppa. Burada su var, geçək. Suyu da aşağıya düşək. Ve buradaki dəmirləri də götürək. Ve orada ham demir bloğu var. Onu da gidip götüreceğiz birazdan. Bu videoda tikə bir ev tikəcəm, ama bu videoda əsas amacım mənim full maden kasmaqdır. Yox, kasmağı dayandıraq. Hətta 2 dənə ham demir bloğu var. Bizim üçün daha yaxşı. Artıq bir stekdə keçdik. Bunu da götürək və buradakı dəmirlər artıq bitdi. Bitdi. Bir elmas tapsaq çox yaxşı olar, amma tapa bilmirik. Şurasında da tapa bilmirik. Həmişə əlimdəyə qaçmağa və çox sürətli bir şəkildə qaçıram. Burada obsidian mı var? Bəli var. Burada zombiler var. Gel. Sana bir vuruşun bəs edəcək. Sen de gel. Böyle. Manara düştüm.
oradan. Ona heç sataşmayacağım. Mən sənə sataşmırdım, amma sən də mənimlə işin olmamalıydı. Sən bura gəlsən, sən bura gəlsən. Keşke onu ya da orası taşıyın bitirseydim. Ama artık geç. Wow, altın. İndi bir de elmas çıxsa çox yaxşı olacaq. Ya da bu videoda çox da maden kasmayaq. Madenin koordinatlarını götürək və sonra yenidən bu koordinatlara qaydarıq. Madene qaydarıq və yenidən burada kasınarıq. Və indi isə madenin koordinatlarını götürün və sonra yerimizə qayıdın. Və dostlar, koordinatları yazdıq, götürdük. İndi isə yerimizə qayıtdıq və biz də artıq cəsur kimi qurula bilərik. Amma ilk öncə bu seti bir üzerimizdən çıxaraq. Görürsən, set sizcə beləsinə qaçırıq. Deyəsənə, bəli, set sizcə beləsinə qaçırıq. Bu isə fənərin dəyir və bərk bir şəkildə qaçır. Buradan balaca bir ev tikə bilərik. Amma ilk öncə buranı düzləməliyik. Onun üçün də bir kürək etməliyik. Amma ilk öncə qurulaq, sonra edərik kürəyimiz falan. Yatağımız. Crafting table olmaz. Və bir ədəd isə fırın. Sadəcə bir ədəd bizə bəhs edəcək, çünki sadəcə dəmir pişirəcəyik. Fırınlar harada olurdu, mənim yadımdan çıxıb. Buralarda olmalıydı fırınlar falan, deyəsən. Yox, buralarda deyilmiş. Dostlar, mən bura bir qurulum və ya da bir yan dayandırmayın. Ehtiyac yoxdur. Bir bu fırının yerini tapa bilsəydik, tapdıq deyəsən. Yox, tapa bilməmişik. Fırın olsaydı buralarda olardı, amma yoxdur. Dəqiqə, mən bilən nə qalacaq. Bir dəqiqə dostlar. Dostlar, fırınımızı falan etdik. Bir dəqiqə. Dostlar, bakır istəyir. Hop. Hop. Bakır sadəcə 2 dənə. Mən də Cəsurun evi kimi bir ev tikəcəm. Aşağısını belə deyim də heyvanlar üçün saxlayacağım. Yuxarısında isə özüm yaşayacağım. Setimizi də hələlik qoyaq sandığa. Daşları da qoyaq. Kürəklər qalsın. Bu daşları da qoyaq. Bu da qalsın. Qalan hər bir şeyi qoyaq. Bunları da qoyaq. Və də 8 dənə kömürümüz var. Qoyduq və dəmirlərimiz burada pişsin. Biz isə buranı biraz düzləyək. Aslında buradan belə bir yer götürəcəm və oranı düzləyəcəm sadəcə. Başqa heç bir yer düzləməyəcəm. Yəni çox da düzləməyəcəm. Haradasa buradan belə bir götürsək.
İlk öncə qıraq xəttlərini qazaq və sonra özünü qazaq. Buradan yuxarı biraz da gedəcək. Buradan belə birini də qazdıq, bəsdir. Buradan isə belə gedək. Toxum da düşdü, yaxşı oldu. Gedib Cəsurun evindən biraz kopya çəkib Cəsurun evindən tikəcəm. Bir dəqiqə buraları dolduraq. Mənim karakterim özünü titrəyir. Hər neysə artıq. Nə oldu? Özü telefonum Cəsur nə vermək çalışır bilmirəm. Mən də deyirəm mənim telefonum niyə bu qədər titrəyir. Onu deyəcəm doldursun buranı. Cəsurun zarafat anlayışı deyəsən belə bir şeydir. Bir dəqiqə dostlar. Və dostlar, buranı düzləyib qutarıb videonu sonlandıracağım və bu videoda evimizin yerini düzəltdik, madən etdik və da bu qədər. Bunları etdik. Evimizin yerini düzəltdik və madən etdik. Başqa heç bir şey. Gələcək videomuzda isə evimizi tikəcəyik artıq. Və evimizi və tövbələrimizi tikəcəyik. Ondan isə bir tarla tikəcəyik özümüzə. Və bu qədər. Və bu qədər. Buranı da düzlədik, bitirdik artıq. Bunlar isə yığaq. Gəldilər. Və dostlar, sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Videoya like atıb kanala abunə olmağı yaddan çıxartmayın. Və gələcək videoda görüşərik. Və bu qədər. Və bu Cəsurla mənim Kahraman Adamızda ilk bölümümüz idi. Gələcək bölümü isə gələn həftə falan ya da sabah falan gələcək. Hər neysə, sağ olun, salamat qalın, özünüzdən müğayət olun və kanala abunə olub like atmağı yaddan çıxartmayın.